Xoş gördük, hörmətli izləyicilər, Azad Media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Gördüyünüz, bax bu qurtlu, görürsünüz qurtları, bax görürsünüz, qaynaşırlar. Görürsünüz. Bunları Bərdə rayonunun Bazar Storiesindən almışıq. Bazar Story'dən. Qiyməti də heç belə ucuz da deyil. 12 manatdır kilosu. Bax bu qurtlu çərəzləri görürsünüz. Bax bu qurtlu. Hələ orada içindən bir böcək çıxdı. İradımı bildirdim. Dedilər ki, bəs dərmanlayırıq hələ. İndi olur da adam bir böcəkdir də uçub gedəcək. Amma bunların içindəki böcəkləri yeyirsən, pulunu verib xəstəlik qazanırsan. O böcəklərin qaraciyərdə, mədə bağırsaqda, qan dövranında yaradacağı həmin o necə deyim, o problemləri, o parazitlər öz yumurtalarını gedib bizim daxilimizdə qoyacaq və biz həmin parazitləri pulumuzu verib alırıq. İndi təsəvvür edin, baxın. Baxın. Hörmətli Bazar Story rəhbərliyi, hörmətli bu sahədə çalışan adamlar, ən azından satdığınız malları hesab eləyin ki, özünüz üçün, özünüz alırsınız onları. Vətəndaşları belə aldatmaq olmaz.